Mən bilirəm ki, sən xanım Azərbaycanda bundan ideal Evoque tapa bilməzsən. Nəyə görə? 93.000 kilometr bir mənalı şəkildə, 360 kamerası, panoramik şüşə dam, qırmızı salon ayaqaltısına kimi qırmızı, meridian səs sistemi, avtopilot rejimi, elektron əl əyləci, 360 kamerası, head-up displeyi. Baxın, abifkalara kimi, yəni maşın bir mənalı şəkildə qıpqırmızıdır da, yəni qırmızı maşın. Yəni deyir qırmızı adam görmüşəm, amma mən də qırmızı maşın görmüşəm, amma salonlu. Bax, şüşə damdır, pistos bagajındandır, Pirelli təkərlərindəndir. Yəni 93.000 kilometrə 4 qapı keyleskosu falan bizim ki 93.000 kilometrdədir. Yəni 93.000 kilometrdədir, pistos bagajına kimi var. Mən sizə istəsəz, bax zapaskasda kontinentaldır. Mən sizə istəsəz 150-200.000 kilometrdə bunu ucuzla tapam paylaşan səhifələr var. Amma bu maksimal komplektasiyadır. Maşın zövqlə də salonuna kimi yığılmadı. Pirelli təkərlərindən də bilinir ki, yəni maşına baxan adam təbii ki, Pirelli təkər qoyacaq və yaxud da ki, kontinental. Bahalı disk təkər, motor korobka tam əla vəziyyətdə və tam boyasız zavod kraskasında olan avtomobildir. Head-uplı, mid-uplı. Gəlin götürün aparın, xahiş edirəm. Mənə əzab verməyin. Gəlin bu maşını götürün aparın. 26.900 azayın. Ünvanımız Nəsil metrosu, yəni əlaqə nömrələrimiz səhifəmizdə real müştərilərimiz zəng eləsin. Özdə Mannheimlə alınmadı, ta aksiyonda partlamış maşınlardan səs alın.